Hal-hazırda səs verməmiz gedir və ola bilsin, Elşən 76%. 78%. 78%. Bu arada qonaqlarımıza da deyək, bilsinlər nədir məsələ. Manana xanım, Samir bəy. Deməli, bizdə hər həftə proqramda kim daha çox səs toplayırsa sosial şəbəkələrdən, qalib gələn insan digər insana deyək ki, mən qalib gəlmişəm, ilkinə cəza verirəm. Hər həftə birimiz bu cəzanı həyata keçiririk. Köhnə kadrlarımız varsa verə bilərsiniz. Yəni, bəli, təkliflərinizi verə bilərsiniz ki, məsələn, ilkini gələn həftə necə görmək istəyirsiniz efirdə və yaxud məni. Məsələn, bu gün mən uduzmuşam, açıq deyim və ilkin dostum, mənim əziz dostum, mənə bir, hardan gətirmişsiniz bunu? Bu Taylanddan gəlib, səhv eləmirəmsə, düzdür, düz deyirəm də, bu Taylanddan gəlib və bizim həmin o səs verməmiz SMS səs verməsi deyil, əvvəlki kimi. Instagram üzərindən. Instagram üzərindən bilirik orada kimlər səs verir, nə qədər səs verir, yəni orada artıq o nələrsə eləmək mümkün deyil ki, sən məndən daha çox səs verir, yoxsa yəni müdaxilə eləmək olmur. Amma düzdür, Elşən arada mənə elə gəlir ki, eləyə bilir necəsə. Yenə də, heç nə olmaz. Keçən həftə mən qalib gəldim. Keçən həftə mənim üçün Elşən, yəni bir veriliş öncəki verilişlərdə Elşən mənə dedi ki, sən qoca kişi obrazında gəlməlisən bura. Mən də qoca kişi obrazında çalışdığım qədər də. Yaraşırdı. Yəni saçımı ağartdım. Mən o efiri gördüm deyəsən, ilkində. Bilməmişsiniz o ilkindi. Sizin saqqalı da ağ idi. Bəli, yaraşırdı. Yaraşırdı. Bir 20 yaşdan biraz gənc olub. Bax, elə bir obrazda mən 2 saata yaxın veriliş aparmışam, canlı yayım aparmışam və elə oldu ki, qismətdən keçən həftə mən qalib oldum və Elşənə belə bir... Sağ ol, bu verilişdən deyirəm. Bunlar hamısı, yəni bizim ötən verilişlərimizdə olan kadrlardır. Əslində təəccübləndirdim, deyirəm ki, nə oldu ilkindən, çünki bu Elşənin mənə olan cəzası idi. Mən isə biraz rəhimli insanam, fikirləşdim ki, mənim əziz dostuma çox da böyük cəzalar verməyim, yəni əziyyət çəkməsin, eləməsin. Hal-hazırda əlimdə gördüyünüz bax bu konfet məşhur düryan meyvəsinin konfetidir. Bu düryan meyvəsi çox üfunətli qoxusu var, amma onun çox xeyirli tərəfləri də var. Əminəm, başqa bir xeyirli tərəfləri də var və həmin o meyvənin ümumiyyətlə daşınması, ondan sonra təyyarəyə belə aparılması, yəni bir çox ölkələrdə qadağandır. Bəs onu necə gətirmişsən ilkin? Yaxşı yadına düşdü. Yox, bu meyvənin özü deyil, meyvənin konfetidir. Yox, məncə sən qaydanı pozmusan, onun icazə yoxdur gətirməyə. Onu mən gətirməmişim, onu qonşumuz gətirib, nəzərə alarıq biz. Bizim bloger dostlarımız gətirib, xahiş edirəm, yəni bütün suallarınızı onlara verin. Və əziz tamaşaçılarımız, hal-hazırda Elşən bu konfeti açacaq və bu konfeti yeməlidir. Mən Elşənin yanına su da qoyum. Heç olmasa birdən bizdə də var. Lazım olar. Salfetkam da var, suyum da var. Mən Mən istərdim ki, bax elə qonaqlarımızın yanında, tamaşaçılarımızın yanında Elşən bu konfeti açsın, yesin. Bu konfeti yeyə bilməsə bir sual yaranır. Ki, birdən yemədin. Sən yeyərsən mənim əvəzimə. Yox, yemədin. O bizim cəzamız pozulmuş hesab olunur, biləsən. Yeyə bilməsən. Olsun. Mən bir dəfə Çində olanda bunu dostlarımız yanımızda yedi. Çox pis vəziyyətə düşdülər. İlkin də onu bildiyinə görə bu gün bunu eləyir, amma olsun. Cəza cəzadır. Cəza cəzadır. Gəlin zəhmət olmasın. Yaxınlaşın. Qoxlaya bilərsiniz. Qoxlaya bilərsiniz. Mən istəmirəm, çox sağ olun. Əminəm. Sən qoxlama, birbaşa ye. Ye. İlk dəfə olaraq. Nəfəsini saxla. Ən gözəli. Nəfəsini saxla. Necə qəbul eləmək olar? Hay, sağ ol. Belə aç və heç nəfəs alma. Buyur əziz dostum. Nəfəs almadan. Nəfəs almadan. Nəfəs almadan. Adi, bir adi. 1, 2, 3, getdi. Yaxşıdır. Sən ye, mən danışım tamaşaçılarla. Hal-hazırda Elşən ilk dəfə olaraq. Ye, axıra kimi, əziz dostum. Əziz dostum, axıra kimi. Oyda, sağ olun. Görüşərik.
alındı. getdi. Elşən getdi. Elşən Sizə də çatdı apardılar. o qoxusu. Necədir vəziyyəti? Nə istəyirdiniz? Ha, yazıq nə? Hə, biz davam eləyək. Biz davam eləyək. Bax, mənim də məqsədim də bax elə bu idi ki, verilişi Burada. tək aparım. Xoş gəlmisiniz. Xoş gəlmiş. Hər ehtimal deyim də. Çox sağ ol. Yo, narahat olmayın. Pis olmayacaq Yox, mənə. yox. Narahat olmayın buna. Onlar burada və sonra belə Yox. parfüm kimi. Daha çox ağır, çox. Hə, yəni söhbət çox bax ağır. bu meyvənin konfetindən gedir. Bu meyvə Elşən deyil. yəqin ki, bunların hamısı ona görə idi ki, verilişdə gəl bir-birimizə layiqli cəzalar verək, bir-birimizə əziyyət Nə verməyək. yaxşı Mən qonaqlara belə istərdim ki, konfet Malana verirsiniz. xanım, İndi mən istərdim deməyin ki, ki, sizdən bir mahnı ifa oxuyun. alaq.